Salam dəyərli dostlar. Bu gün Azərbaycanın çayları və gölləri mövzusu ilə sizin qarşınızdayım. Deməli, Azərbaycanın çayları və gölləri haqqında danışanda Azərbaycanın çayları və gölləri bir neçə belə deyək, regiona ayrılır, bir neçə hissəyə ayrılır. Yəni Azərbaycanın çayları birincisi elə baxsaq burdan Böyük Qafqazın şimal-şərqinin çaylarıdır. Gəlin fikir verək bu şimal-şərqin çaylarına. Hansı çaylardır bunlar? Samur çayıdır. Samur çayı ümumiyyətlə tranzit çayıdır. Başqa ölkədən gəlib belə deyək də Azərbaycan ərazisindən keçən çaydır. Və bu Quton dağdan başlayır. Quton dağının hündürlüyü 3648 metr. Bax burada belə deyək Samur çayı burdan başlayır. Gəlir burada sərhəd hissə ilə gəlir. Daha sonra Xəzərə tökülür Azərbaycandan, Xaçmaz rayonundan. Buradan bir qolu Rusiya ərazisindən keçir. Bax fikir versək Samur çayının buradan gəlir. Samur sərhədlə gəlir buradan da Xaçmaz rayonu ərazisindən. Deməli hara tökülür? Deməli Xəzər dənizinə tökülür. Yəni Qusar və Xaçmaz rayonları ərazisindən. Sonra burada Qusar çayı var. Qusar çayı da həmçinin dağlıq ərazilərdən başlayır. Məsələn, Qusar çayı daha çox fikir versəz axan istiqaməti bu da Qusar, Xaçmaz rayonu ərazisindən Xəzər dənizinə tökülür. Sonra burada var Qudyal çayı var, Qara çayı var, Vəlvələ çayı var, Şabran çayı var, Girgil çayı var, Ata çayı var. Bax bunlardır. Burada Şabran çayından yanaşı burada Dəvəçi çayı da var. Bu Ağzıbirçala gölünə tökülür. Bunu da yadınızda saxlayın. Ümumiyyətlə Böyük Qafqazın şimal-şərqinin çayları əsasən iki tektonik zonada, bir ön Qafqaz çökməsi, bir də Böyük Qafqaz qalxması tektonik zonasında yerləşir. İndi burada bəzi xüsusiyyətlər var. Gəlin buna baxaq. Birincisi Samur tranzit çayıdır və sərhəd çayıdır. Bəli, bayaqlarda qeyd etdik ki, tranzit nədir? Bir neçə ölkə arasından axan çay tranzit çayı adlanır. Sərhəd çayı əsasən bəli, Samur Rusiya ilə belə deyək, sərhəddən axan çaydır. Sərhəddə də düşür bu çaylar və Quton dağdan başlayır. Bəli, bunu da biz qeyd edək. Məsələn, Samurdur, Qusardır, Qudyaldır. Bu çaylar buzlarından qidalanır. Yəni buzlardır qidalanması. İki tektonik var dedik, bəli, ön Qafqaz, bir də Böyük Qafqaz. Ön Qafqaz çökməsi, Böyük Qafqaz qalxması. Sonra iki fiziki coğrafi rayondan keçirlər. Buralara diqqət edək. Deməli, birincisi Qonaq kənddir, digəri isə Samur Dəvəsi fiziki coğrafi rayonudur. Neçə fiziki rayondan keçdi? 2 dənə. Birincisi Qonaq kənd, ikincisi isə Samur Dəvəsi ümumiyyətlə fiziki coğrafi rayonudur. İndi burada həmin bu çaylar, yəni Böyük Qafqazın şimal-şərqinin çayına aiddir. Deməli, burada Dəvəçi çay Ağzıbirçala gölünə tökülür. Burada da fikir versək, Dəvəçi çayı burada Ağzıbirçala gölünə tökülən çaydır. Sonra burada kanyonvari dərələr yaradır. Səbəb yüksək dağlıqdan başladığı üçün burada əsasən kanyonvari dərələr var. Kanyonvari dərələrdə əsasən birinci yumşaq suxurlar belə deyək, axır. V şəkilli dərələrdə isə əsas bərk suxurlar olur və V şəkilli dərə çox da dərinləşdirə bilmir. Yumşaq suxurlar olan belə deyək, dərələr isə daha çox dərin olur. Kanyonlar yaranırdı daha doğrusu belə desək. Sonra yəni kanyonvari dərələr yaradır elə. Burada Vəlvələ çay arasında ümumiyyətlə üzərində Afroca şəlaləsi yerləşir. Vəlvələ çayı üzərində Afroca şəlaləsi burada yerləşir. Bir də təkrar edək, şimaldan cənuba. Deməli, birinci Samur çayı Quton dağdan başladı. Gəldi Mənsəbi Xaçmaz rayonu ərazisindən gəldi, belə deyək, Xəzərə töküldü. Sonra Qudyal çay, daha doğrusu Qusar çay həmçinin belə deyək, Böyük Qafqaz dağlarından başladı və Xəzər dənizindən Xaçmaz rayonu ərazisindən töküldü. Sonra Qudyal çayı da Xaçmaz rayonu ərazisindən tökülür. Sonra burada Qara çay, Vəlvələ çay, Şabran çay, Girgil çay və Ata çayı da birbaşa Xəzərə tökülən çaylar sırasına daxildir. Vəlvələ çayı üzərində Afroca şəlaləsi yerləşir. Bu oldu Böyük Qafqazın şimal-şərqinin yamacının çayları. Sonra Abşeron Qobustanın çayları. Abşeron Qobustanın çayları əsasən necə bir çaydır? Əsasən quraq iqlimlə əlaqədar olaraq daima bol sulu olmurlar. Yəni mövsümü üzrə dəyişir bunun bol sulu olmağı. Ən məşhurları Sumqayıt çayıdır, Ceyran keçməzli Pirsaat çayıdır. Ümumiyyətlə bu çaylar əsasən
Bunlar da birbaşa Xəzərə tökülür. Əsasən yağışlı dövrlərdə palçıqlı sellər yaradırlar bunlar da. Gəlin bunların xüsusiyyətlərinə baxaq. Deməli, fikir versək, yayda quruyan çaylardır. Bəli, çünki iqlim quraqdır və nəticədə yağıntının miqdarı da az olduğu üçün yay vaxtları quruyur. Kor mənsəbi gedib çatmır heç o mənsəbinə. Sonra əsasən qidalanma mənbələri yağış sularıdır. Diqqətli olun. Pirsad çay, Sumqayıt çay, Ceyrankeçməz, Lənkəran, Astaranın çayları, Qarqar çay, Ağsu çay, Göndələn çay. Bunlar əsasən belə deyək, yağışla qidalanan çaylardır. Ceyrankeçməzin 98% yağışla qidalanır. Təsəvvür eləyin. Yağışı o qədər əsas su mənbəyi hesab edilir. Sumqayıt çay bir tektonik zonadan axır. Bəli, Sumqayıt çay yalnız bir tektonik böyük Qafqaz tektonik belə deyək qalxmasından, ancaq digər Pirsad çay və Ceyrankeçməz böyük Qafqaz tektonik qalxması ilə Kür belə deyək dağarası çökəkliyi zonası ilə yerləşir. Yəni iki tektonik zonası ilə. Sumqayıt bir tektonik zonadan, Pirsad çay, Ceyrankeçməz isə iki tektonik zonadan keçir. Pirsad çay üzərində Hacıqabul rayonu ərazisində Pirsad çayı üzərində Hacıqabul rayonu ərazisində ümumiyyətlə Hacıqabul su anbarı, ümumiyyətlə Pirsad çayı üzərində Pirsad çay su anbarı və Hacıqabul rayonu ərazisində yerləşir. Və yenə dedik ki, palçıqlı sellər yaradır. Deyə bilərsiniz, ay müəllim, niyə görə bu palçıqlı sellər yaradır? Onun əsas səbəbi ondan ibarətdir ki, bu ərazilər əsasən Böyük Qafqazın dağlıq cənub-şərq hissəsində meşə ehtiyatı zəifdir, azalıb, yəni qırılıb, çox hissəsi azalıb. Nəticədə burada çay gur olduğu Kür sulu dövründə axı bilirsiniz, meşə belə deyək də torpaq bərkidici funksiyası var. Meşə az olan ərazilərdə, məsələn, çay bol sulu olduğu ərazilərdə çay öz dərəsini, indi məsələn meşə olmadığı üçün yuaraq özü ilə palçıqlı sellər gətirir. Ancaq meşə olsa təbii ki, bu palçıqlı sellər olmazdı. Bunun da səbəbi budur. Palçıqlı sellərin müşahidə olunmasının. Sonra növbəti regionumuz Şirvan regionu çaylarıdır. Şirvan regionu çaylarına baxsaq, Əlican çay, Türyan çay, Tikanlı və Dəmiraparan çay qolları ilə Göyçay çay, Girdiman çay və Ağsu çayı, bax bunları qeyd edə bilərik. Biz fikir versək, bu ərazilərdə əsasən qeyd edə bilərik ki, bunlar Şirvan regionunun çayları hesab olunur. Əlincə çayın mənsəbi Yevlax rayonudur, fikir verin. Türyan çayın mənsəbi Ağdaş rayonudur. Göyçayın mənsəbi deməli burada Zərdab rayonudur. Bax o Zərdab rayonu ərazisindən belə deyək, sürə qovuşur. Deməli Əlican çay oldu Yevlax, Əlican çay oldu deməli Yevlax rayonu. Sonra Türyan çay oldu Ağdaş, Göyçay oldu ümumiyyətlə Zərdab rayonu. Burada deməli əsasən Girdiman çayla Ağsu çayı da, Girdiman çayla Ağsu çayı da Kürdəmir rayonu ərazisindən Kürə tökülür. Deməli bax bunların mənsəblərinə diqqət edirik Şirvanın çaylarının. Deməli Əlincə çay Yevlax rayonu, sonra Türyan çay Ağdaş rayonu, Göyçay Zərdab, Girdiman Ağsu çayı isə Kürdəmir rayonunda yerləşir. Ümumiyyətlə Kürün sol qollarıdır əsasən bu çaylar, Şirvanın çayları və belə deyək də əsasən 61% yeraltı suları təşkil edir Türyan çayın və burada yağışla qidalanan Ağsu çayıdır ki, bunu qeyd edə bilərik. Kürdi Şirvan ümumiyyətlə fiziki coğrafi vilayətində bunlar həmin yüksək dağlıqdan gəldiyi üçün dağdan düzənliyə qovuşduğu sahələrdə gətirmə konusları yarada bilirlər. Yəni gətirmə konusları bu ərazilər üçün belə deyək xasdır. Ümumiyyətlə biz bunu belə qeyd edə bilərik. Sonra bir də burada da təbii ki, tektonik zonalarda qeyd edəcəm. Burada deməli Böyük Qafqaz qalxması və Kür dağarası çökəkliyi iki tektonik zonada yerləşirlər. Sonra Böyük Qafqazın cənub yamacının çayları. Burada deməli əsasən fikir versək, Mazım çay, Balakənd çay, Katex çay, Muxax çay, Kümrük çay. İndi fikir verin, Kümrük Qanxaçı tökülür. Kişi isə Əyri çay tökülür. Qanıq Qabırı çayları tranzit çaylardır, fikir versəz. Yəni başqa ölkədən gəlir. Qanıq və Qabırı sərhəd çayları hesab edilir, sərhəddən keçir.
Deməli, Mazımçay, Balakən, Katix, sonra Muxaq, Kümlük. Şinkişli Əyriçaya tökülür. Bunu da yadda saxlayın. Qanıq birbaşa Mingəçevirə, qabığı da Mingəçevir su anbarına tökülür. İndi burada qol anlayışı var. Yəni birinci dərəcəli, ikinci dərəcəli qol. Məsələn, bir dənə bu qrafikə baxaq. Məsələn, Kür çayı. Kür bir əsaslı bir dənə Kür çayıdır. Bu özüdür. Qanıq Kürün birinci dərəcəli qoludur. Yəni ilk birinci əsas tökülən budur. Qanığa tökülən isə fikir verin, əyri çaydır. Bu oldu nə? Bu oldu 1, bu oldu ikinci dərəcəli əyri çay. Sonra üçüncü dərəcəli qollar Şinkiş, Daşallı çaylardır ki, bunlar da əyri çaya tökülən çaylardır. Deməli necə oldu? Kür çayı özü əsaslı heç, Qanıq çayı Kürə töküləndir. Birinci dərəcəli qoldur. Əyri çay Qanığa tökülən ikinci dərəcəli, Şinkiş isə əyri çaya tökülən üçüncü dərəcəli, belə deyək, qollar hesab edilir. Bax, bunu belə müəyyən etmək olar. Ümumiyyətlə, Ərçəyin 3 qolu var. Daşağılı çay, Şin, Kiş çayları burada yerləşir. Kümlük çayı Qanığa tökülür. Fikir verin, bax burada Kümlük çayı qeyd edirik, Qanığa tökülür və Qanıq Qabırı çaylarının mənsəbi belə deyək də, yəni haradır? Qanıq və Qabırı çayları Samux rayonu ərazisindən fikir versək, bax burada Samux rayonu ərazisindən Mingəçevirə tökülür. Bu zonada deməli çaylar əsasən yeraltı sularla qidalanır və burada isə artıq daşlı, palçıqlı sellər yaradır bu çaylar. Mazım çay bayaqlar qeyd etdik, sərhəd çaylarıdır. Qanıq Qabırı çayları da sərhəd və tranzit çaylarıdır. Bunu da qeyd etdik. Katix çayı Qutondağdan başlayır. Bir dənə də Qutondağdan başlayan var idi. Hansı idi? Burada Samur çayı idi. Samur və Katix çayı deməli hardan başladı? Qutondağdan başladı. Ərliçay üzərində Ərliçay eyni adlı su anbarı da yerləşir. Deməli buradan biz Kiçik Qafqaz Şimal-Şərq Yamacın çaylarına baxsaq, burada İncəsu, Ağstafa çayı, Həsənsu, Tovuz çayı, bunlar görürsünüz tranzit çaylardır dördü də və Kürün belə deyək sağ qolları hesab olunur aşağı hissələri. Zəyəm, Şəmkir, Qoşqar çayı, Gəncə çayı, Kürək çayı bunlar əsasən Kiçik Qafqaz Şimal-Şərqin çaylarıdır və burada deməli İncəsu elə Ağstafa rayonu ərazisindən Kürə tökülür. Burada Həsənsu, Zəyəmçay kimi ərazilər, Şəmkir çayına, Şəmkir ümumiyyətlə rayon ərazisindən Şəmkir su anbarına tökülür. Burada Həsənsudur, Tovuz rayonu ərazisindən, sonra Ağstafa çayı da Ağstafa rayon ərazisindən Kürə tökülür. İndi İncəsu, Ağstafa çayı, Həsənsu, Tovuz çayı bunlar tranzitdir. Bunu qeyd elədik. Qoşqar çayı Azərbaycan daxilində ən çirkli çaylardır. Bunun da səbəbi ümumiyyətlə çirklənməsidir. Müxtəlif tullantıların bu ərazilərə axıdılmasıdır. Kürək çayı Goranboy, Göygöl və Yevlax ərazisindən axır. Kürək çayı qeyd etdiyimiz bu Kürək çayı fikir verirsəz, Goranboy deməli Göygöl, Goranboy və deməli Yevlax ərazisindən axır Kürək çayı. Göygöl, Goranboy, Yevlax. Sonra Zəyəm və Şəmkir çayı əslində Şəmkir su anbarına tökülür. Zəyəm çayı və Şəmkir çayı bunlar Şəmkir su anbarına tökülür. Bunu dedik Kürün sağ qollarıdır. Sonra burada Maral göl və Göygöl ümumiyyətlə Kürəkçay hövzəsində yerləşir. Maral göldən Göygölə Ağsu çayı bu regionda axır. Sonra növbəti regionumuz Kiçik Qafqazın cənub-şərq yamacının çaylarıdır. Burada Tərtər çayı var, ən böyük. Tərtər çayı vulkanik yayladan başlayır. Burada əsasən belə deyək də Bərdə rayonu ərazisindən Kürə qovuşur. Xaçındır, Qarqardır. Bunlar Qarabağ silsiləsindən Köndələn çayıdır. Qarabağ silsiləsindən başlayır Köndələn arazı, digərləri isə Kürəyə tökülür. Bunlara aid xüsusiyyətlərə baxaq. Tərtər çayı 71% yeraltı sulardır. Tərtər yeraltı sulardır, çünki vulkanik yayladan başlayır. Tərtər çayı Gəlinqaya zirvəsindən başlayır. Vulkanik yaylada 3335 metrdən. Tərtər çayı hansı rayonlardan keçir? Deməli, Kəlbəcər, Tərtər, burada Ağdərə də var, Tərtər, bir də ki, Bərdə rayon ərazisindən Kürə belə deyək tökülür. Sonra Tərtər çayı üzərində Sərsəng qovuşan su anbarları var. Xaçın, Ağdərə, Ağdam, Bərdədən axır. Eyni adlı su anbarları da var. Deməli, Qarqarçay yağışla qidalanır. Burada qeyd elədik ki, Qarqarçay, Ağsu çayı, ondan sonra Köndələn çayı bunlar yağışla qidalanır. Şuşa, Xankəndi, Ağdam, Ağcabədidən axır. Köndələn çayı da yağışla qidalanır. Xocavənd, Füzuli rayonundan axır.
Xocavənd və Füzuli rayonu. Görürsünüz göndərilmiş Xocavənd Füzuli rayonundan axır və Bəsit çayı, Oxçu çayı, Bərgüşad tranzit çayıdır. Bax, Bəsit çayı, Bərgüşad, Oxçu çayı da burada da var. Bax, baxın, Bəsit, Oxçu, Bərgüşad. Bunlar tranzit çaylardır. Həkərinin qolları hansılardır? Bir dənə baxaq. Şəlvə, Xocasu, bir də Bərgüşad çaylardır ki, bunlar əsasən Həkərinin qolları hesab olunurlar. Həkəri ümumiyyətlə Arazda tökülən əsas deməli birinci dərəcəli qoldur. İkinci dərəcəli qol isə Şəlvə, Xocasu, Bərgüşad çayları hesab olunur. İndi burada deməli Naxçıvan zonasının, yəni Arazda tökülən Naxçıvan zonasının çayları hansılardır? Ona baxaq. Deməli burada Arpa çaydır. Deməli Ermənistan ərazisindən başlayır Arpa çay. Sonra burada Naxçıvan çay, Arpa çay, Naxçıvan çay, Əlincə çay, Gilan çay və Ordubad çaylarıdır. Burada deməli Kükü çay, biz dediyimiz Kükü çay Naxçıvan çayının qoludur. Bax, burada yerləşən Kükü çay Naxçıvanın qoludur. Parağa çay Gilan çayının qoruğudur. Burada qoludur daha doğrusu. Naxçıvan çaylarının əsası yeraltı sularla qidalanır. Burada məsələn Gilan çayı isə buzlaq suları ilə qidalanılan çaylardır. Bərgüşad ilə Həkəri çayı arasında, yəni Bərgüşad çayına Həkəri çayı arasında deməli burada bu iki çay arasında deməli yazı yaylası yerləşir. Ümumiyyətlə Arpa çayı Ermənistandan bayaq qeyd elədik. Naxçıvan çayı üzərində Araz ümumiyyətlə Naxçıvan çayı özü Araz su anbarına tökülür və burada Bazar çayı da, Oxçu çayı da, Bəsit çayı da bunlar Ermənistan ərazisindən gəlir. Ən çox da çirklənmiş Oxçu çayıdır ki, çirklilik səviyyəsi daha çoxdur. Naxçıvan çayları əsasən iki tektonik zonadan axır. Məsələn, biri Kiçik Qafqaz qalxması, biri də Araz-Cavan platformasıdır. Burada Ordubad çayıdır, bir dənə bir tektonik zonadan, yalnız Kiçik Qafqaz tektonik zonasından axır. Sonra Lənkəran çaylarına fikir versək, Lənkəran çayları əsasən burada Bolqar çayı, Sərhəd çayıdır, Viləş, Lənkəran, Təngərüd və Astara çaylarıdır. Ümumiyyətlə Viləş və Bolqar çay mənsəbi Kürd çökəkliyinə gedib çıxır. Bolqar çayı ilə Viləş çayı. Lənkəran çayı ən bol sulu çaylardır. Ümumiyyətlə axımına görə də bu regionun çayları daha çoxdur. İlin soyuq dövründə, yağıntılı dövrdə bol sulu olurlar. Mənsəbləri okean səviyyəsindən aşağıdır. Ümumiyyətlə Astara çayı sərhəd çayıdır İran-Azərbaycan arasında. Bolqar çayı da Mahmudçala bataqlığına ümumiyyətlə tökülür həmin bu çay. Bolqar çayı. Deməli biz buradan fikir versək, Viləş çayıdır, Lənkəran ərazisindən tökülür. Xəzər dənizinə Lənkərandır. Sonra Təngərüddür. Burada Astara çayıdır. Astara ərazisindən Xəzərə tökülən çay hesab edilir. Ümumiyyətlə respublikamızda Kür və Araz çayları da var ki, ən böyük çaylardır. Burada qidalanması məsələn ən əsas məlumatlardan biri budur ki, Kür çayının əsas qida mənbəyi demək birinci növbədə qar suyu idi 52%, sonra yeraltı, sonra yağış. Araz çayında isə ən çox yeraltı, sonra qar, sonra yağış. Yəni bunların ikisində də ən az yağış tutur. Ən çox isə birində yeraltı, birində isə qar. Yəni Kürdə qar, Arazda isə yeraltı sulardır. İndi biz bəzi suların, ümumiyyətlə çayların qidalanma mənbələrinə baxaq, fazladan fikir verməyin. Məsələn, qar və buzlu sularla qidalananlar Samur idi, sonra Qusar idi, Qudyal idi, Dəmiraparan çayı idi, Gilan çayı idi. Yeraltı sular ilə Tərtərdir, Türyandır, sonra Qanıqdır, Həkəridir, Arazdır, Naxçıvan, Əksər çaylarıdır. Yağış suları ilə deməli Ceyran keçməz, Abşeron, Qobustana çayları, Viləş çayı, Lənkəran çayı, Ağsu çayı, Köndələn, İncə çay, Qarqar çay kimi çaylar əsasən yağış suları ilə qidalanır. Bəzi çayların keçdiyi inzibati rayonlar var. Burada əsas mənsəblərinə fikir verin. Qusar Xaçmazdır, Qudyaldır, Qaradır, Bəlbələdə Xaçmazdır, Türyandır, Ağdaşdır, Girman çayı da Kürdəmirdir, Əlincə, Əlican çayıdır, Yevlaxdır, Qanıq Qabırıdır, Samuqdur, Sumqayıtdır, Abşerondur, Gəncə çayıdır, Samuqdur, Kürək çayı. Deməli Samuq burada Qanıq Qabırını da dedik, Gəncə çayı da dedik. Sonra Yevlaxdır, Əlican çayıdır, Yevlaxdır mənsəbi, Kürək çayıdır, Yevlaxdır, Zəyəm çayıdır,
Burada Şəmkirdir, Şəmkir su anbarına tökülür. Tərtər çaydır, Bərdədir, Xaçın çaydır. Deməli, Bərdə rayonu ərazisindən tökülür. Qarqar çayı da Ağcabədidir, Köndələn çayı da Füzulidir, Həkəri çayı da Zəngilandır, Arpa çayı da Şərurdur. Naxçıvan belə deyək, çayı da özü Babək rayonu mənsəbində yerləşir. Güləşdir və Lənkəran çayıdır. Özü də ikisi də belə deyək, Lənkəran ərazisindən mənsəbi yerləşir. Çaylar arasında məsələn yerləşən düzənliklər var. Onlar hansılardır? Məsələn, Sumqayıt çayı ilə Ataçay arasında, Sumqayıt çayı ilə Ataçay arasında belə deyək, Yaşma düzü yerləşir. Sonra Kürlə Qabırlı arasında Ceyrançöl düzü yerləşir. Əlincə çayı ilə Naxçıvan çayı arasında, Əlincə çayı ilə Naxçıvan çayı arasında deməli Gülüstan düzü yerləşir. Əlincə ilə Gilan arasında, Əlincə ilə Gilan arasında Yayçı düzü yerləşir. Həkəri ilə Köndələn arasında bax burada Gəyin, İncə düzləri yerləşir. Bərgüşahla Həkəri arasında isə Yaz yaylası yerləşir. Bu da əlavə məlumat kimi çayların qollarına baxsaq, məsələn, Türyan çayının qolları Tikanlı dəmir aparan Həmzəli çayıdır. Sumqayıt çayında Qozlu və Çilgil çayıdır. Həkəri çayı da Bazar çayı, deməli Xocasu və Şəlbədir. Əri çayı Şirinkiş, Daşağlı çayıdır. Naxçıvanda Kükü çayıdır, Naxçıvan çayının qolu. Sonra Gilan çayının qolu Parağa çayıdır. Tovuz çayının qolu Axın çayıdır. Tərtərdə Tutqun çayıdır. Qanıqda Kümrük, Katexdə Balakəndə Əri çayıdır. Bunlar bunun qolları hesab olunur. Çayların mənbələrinə bir dənə fikir verək. Girdiman Babadağdan, Həkəri Dəlidağdan, Tərtər Gəlinqaydan, Biləkçay belə deyək, Talış dağlarından, Katex Qutondağdan, bir dənə də Samur var idi Qutondağdan, Qudiyal çay Salavat aşırımından, Qusar Bazar düzündən, Tufan dağdan Türyan çay, Pisatdan isə Şah Nəzər dağı zirvəsindən başlayır. Bu da əsasən biz qeyd etdiyimiz 1-ci, 2-ci dərəcəli qollardır. Deməli, Mənsəmli su anbarıdır. Məsələn, Qanıq da Qabırlıdır, Mingəçevir su anbarındadır. Zəyim Şəmkirdir, Şəmkir su anbarındadır. Naxçıvan çayı da Araz su anbarıdır. Həkəri çayı da Xudafərin su anbarında yerləşir. Burada da gördüyümüz kimi Azərbaycan çaylarıdır xəritəsi. Azərbaycan gölləri haqqında. Azərbaycan gölləri müxtəlif növ belə deyək, mənşəli göllər var. Bunlardan məsələn belə birincisi tektonik mənşəli göllər. Məsələn, Abşeronun gölləridir. Burada Hacınohurdur, Böyük Alagöldür, Kiçik Alagöldür. Bunlar tektonik mənşəli əsasən göllərdir. Sonra deməli burada Çay-Dərə mənşəli göllər var, axmazlar var. Candar göl, Ağgöl, Sarısu gölü, Hacıqabul göl, Duzdağ gölü. Sarısu gölü Respublikamızın ən böyük gölüdür. Ən dərin gölü isə Göygöl hesab edilir. Candar göl digərlərinə nisbətən şirindir. Sonra laqum mənşəli gölümüz ağzı bir çaladır. Deməli, buzlaq mənşəli gölümüz Tufan göldür. Uçqunbənd mənşəli gölümüz Göygöl, Maral göl, Naxçıvanda Batabat və Qanlı göldür. Ümumiyyətlə, Ordubad ərazisində də bu Göygöl var, ancaq bunun mənbəyi bilinmir. Sonra mənşəyi. Deməli, burada Dəvəçi çayı Ağzı bir çala gölünə tökülür. Bunu bayaqlar qeyd elədik. Qurbağalı göl kiçik və böyük Alagöllər arasında axır. Sonra Naxçıvanda Batabat gölünün, Naxçıvan çayı Batabat gölündən başlayır. Candar və Qara göllər sərhəddədir. Candar göllə Qara göl sərhəddə yerləşir. Ən böyük göl Sarısıdır. Ağzı bir çala göl isə Şirin göl hesab edilir. Laqum mənşəli göldür. Sonra göllərin yerləşdiyiniz Batır rayonunda, məsələn, Candar göl Ağstafadadır, Sarısu İmişli Sabirabadda, Ağgöl Ağcabədidə, Hacıqabul və Şirvan şəhərində, Böyük və Kiçik Alagöl Kəlbəcərdə, Böyük Şiqli Laçında, Batabat Qanlı Şahbuzda, Tufan göl Qəbələ rayonu ərazisində, Acınohur Şəkil Qax ərazisində, Duzdağ Salyanda, Maralgöl Göygöl rayonu ərazisində, Qaraquş Lənkəranda, Ağzıbirçala Şabran rayonu ərazisində yerləşir. Burada Sarısı gölü, İmişli və biraz da Sabirabad ərazisində düşür. Ümumiyyətlə, Araz çayı hər iki sahildə yerləşən 3 rayon İmişlidir, Saatlıdır. Mir həm də Muğan belə deyək, düzündə neyinir? Yerləşir. Bunu da yadımızda saxlayaq. Hacıqabul gölü Hacıqabul rayonu ilə Şirvan şəhəri arasında yerləşir.
Azərbaycan sərhəddə olan göllər Candar gölü Azərbaycan Gürcüstan, Qara göl Azərbaycan Ermənistan arasındadır. Bir də ki, bizdə məsələn lokal mənşəli problem var ki, məsələn Böyük Şor gölləri belə deyək çirklənməsi və bu çirklənmə lokal mənşəli olur. Məsələn Böyük Şor gölünün çirklənməsi bu adlanır lokal mənşəli. Məsələn Abşeron çirklənməsi regional, dünyanın çirklənməsi isə qlobal adlanır.